Salam olsun bizim kanalı izleyen herkese. Bu dəfəki çəkilişim Green Forest Hotel and Restoran nöqtəsindən olacaq, məkandan olacaq. Bu istirahət güşəsi Lənkəranın Biləsər ərazisində yerləşir. Siz əgər Xanbulan tərəfə gəlsəz, Xanbulan gölündən üzü Biləsər yoluna getdikdə yaşıllıq, meşəliyin əhatəsində olan bu istirahət mərkəzində istirahət edə bilərsiniz. Gördüyünüz bu otel binasıdır. Gəlin otel binasında həm 2 nəfəri, həm də 4 nəfəri otaqların qiymətləri ilə tanış olaq. İlk öncə reception'dır bu nöqtə və gəlin otaqlara qalxaq. Gəlin Green Forest istirahət mərkəzində 2 nəfəri otaqla sizə tanış edeyim. Gördüyünüz kimi girişdir. Girişdə bir dolabımız var. Daha sonra burada şkafdır, güzgü, termodiyək, televizordur. Daha sonra belə kiçik dolabımız var. Burada xaladenikdir, soyuducu. 2 nəfərlik bu formada yataqdır. Əlaqə saxlamaq üçün telefon. Terassamız. Gördüyünüz kimi havuz, ərazi, 2 nəfəri otağın balkondan görünüşü və bir də təbii ki sanuzel. Orada sanuzelimiz, duş kabin və bu formada. Və bu 2 nəfərin qiyməti 100 manatdır. Əziz izləyicilər, Green Forest istirahət mərkəzində gəlin 4 nəfərlik otaqla tanış olaq. Green Forest bildiyiniz kimi Lənkəran Biləsər kəndinə gedən yolun üzərində yerləşir. Bu bizim ilk yataq otağımızdır. 2 nəfərlik yataq otağı. Daha sonra dolab və termo. Və burada formada belə böyük bir aynəbənd. Və bu burada tək yataq otağı və divan açılır. İstəsəz 3 nəfər elə yerləşə bilər, istəsəz 4-cü nəfər də aça bilər. 3 nəfərin qiyməti 150 manat və ekstra bed açılsa da 30 manatdır. Televizorumuz var və bir də buradan balkon görüntüsü də bu formadadır. Havuz, uşaqlar üçün sürüşkən və görünüş bu formadadır. Və təbii ki sanuzel. Və bu da sanuzeldir. 3 nəfəri otağın sanuzeldir. Və bir daha qeyd edeyim, Green Forest istirahət mərkəzində 3 nəfərlik otağın qiyməti 150 manatdır. Və bu da Green Forest istirahət mərkəzində ən son mərtəbədir. Belə deyim, teras kimi də istifadə olunur. Buradan giriş nöqtəsidir. Üzü Biləsərə gedən yoldur, Biləsər kəndinə. Hər tərəfi cam balkon. Və formada görünüşü budur. Düzdür, hazırda bura işlək deyil. Amma yay qış üçün teras kimi istifadə oluna bilər. Görüntü isə qəşəngdir. Və otaqlarla tanış oldunuz. Həm 2 nəfər üçün qiymətləri dedim, həm 3 nəfər, 2 nəfər 100 manat, 3 nəfər 150, 4 nəfər 180-dir qiymətləri. Təbii ki, zəng eləyib qiymətdə əgər endirim istəsəz, endirim eləyəcəklər. Bu kotejlərdir. Kotejlər otel binasından 20-30 manat bahadır. Və burada gözəl bir hovuzları var. Bu hovuzda da həmin qiymətə daxilinə, tərkibinə daxildir. Və siz həmin qiymətə həm səhər yeməyi,
həm də hovuzdan istifadə edə bilərsiniz. Yay ayında Lənkəran ərazisində istirahət edəcək yerlərdən biridir və bura uşaq mini əyləncə parkıdır. Gördüyünüz kimi havuzu çox qəşəngdir. Ərazi ilə sizi tanış eləmək istəyirəm. Bura restoran yeridir qidalanma üçün. Belə bir retro maşın var burada. Bundan başqa meşəliyin ağaçlıqların içərisində kabinetləri var, beşitkalar. Gördüyünüz kimi gəlib burada oturub. Yəni bu dəqiqə ən isti vaxtı, lakin bu ağaçlıqların içərisində çox sərindir. Bu formada gəlib burada əyləşib səhər, günorta, şam yeməklərini yeyə bilərsiniz. Məncə bunlar yay üçün daha effektlidir. Bunlar isə qışda da gəlib otura bilərsiniz. Əgər siz də Lənkəran cənub zonasında fərqli, daha maraqlı, baseynli, hovuzlu istirahət mərkəzi axtarırsınızsa, burada istirahət edə bilərsiniz. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın ki, belə maraqlı yerlərlə məlumatlandırım sizə.